Kanala abunə olub videonu bəyənməyi unutmayın. Bu sual güvən buraxış imtahanında 11-ci siniflərə salınıb. Bir yeşik limonun yeşiklə birlikdə kütləsi 40 kiloqramdır. Yeşikdəki limonun 1/4-ni boşaltsaq, qalan limonun yeşiklə birlikdə kütləsi 31 kiloqram olar. Boş yeşiyin kütləsi neçə kiloqramdır? Deməli, belə eləyək. X üstə gəl Y yazaq. 40 kiloqramdır. Biri yeşiyin kütləsidir, biri limonun. Yeşikdəki limonun 1/4-ni boşaldırıq. Yəni Y limon idisə, Y-in 1/4-ni çıxmaq lazımdır. Y-dən çıxırıq 1/4 Y. Bunu da çıxanda 4/4 Y-dən çıxırıq 1/4 Y. Qalır 4/3 Y. Limon qaldı. Qalan limonun yeşiklə birlikdə kütləsi 31 olar. İndi yazacağım X üstə gəl. 4/3 Y bərabərdir 31. Bunu aparıb aşağıda yazıram. Alt-alta və burada tənliklər sistemi alıram. Bizdə yeşiyin kütləsi lazımdır. Gəlin bunları tərəf-tərəfə çıxaq. 4/3-dən 1 Y çıxanda -4/1 Y qalar. 31-dən 40 çıxaram, -9 qalar. Y-i tapanda -9-u bölürəm. -4/1-ə. Mənfini mənfiyə böləndə müsbət olur. 9-u 4/1-ə bölmək, yəni 9-u 1/4-ə vurmaq deməkdir. Bu da 36 edər. Yeşiyin kütləsi tapmaq üçün isə biz deməli 40-dan 36-nı çıxacağıq. Çünki yeşiyin kütləsini X-la işarə etmişdik. Düzgün cavab 4 olar.